Bir neçə gün bundan qabaq bir cavan oğlan TikTokda çıxış eləyərkən çox qəlbimə dəyən acınacaqlı bir epizodu danışdı. Dedi biz 20 mindən çox pul qoymuşuq, şərikli şəkildə bir obyekt götürmüşük restoran işlətmək məqsədi ilə. Və nəticədə uduzmuşuq. İndi əlimizdə olan pul da gedib. Amma heç vaxt heç kəs deyə bilməz ki, bizim restoranımızda yemək yaxşı deyil və yaxud əyləşmək üçün yer pisdir. Və maksimum əlimizdən gələni eləmişik. Bu proses nədən irəli gəlir və niyə görə insanlar bu hala düşürlər, bu vəziyyətə düşürlər? Dostlar, bu biznes planın olmamasıdır. Yəni, biznes plan nə deməkdir? Obyekti açarkən və yaxud sən obyekt götürmüsən, birinci növbədə oturub bu planlaşdırma eləməlisən ki, sən neçə nəfər insan qəbul eləyəcəksən, nə qədər sənin pasad içinin yerin var, sənin qonaqların hardan gələcək, hansı vasitələrlə bunu cəlb eləyəcəksən. Artıq o devir deyil ki, mən obyekti açım, oturum gözləyim ki, hə, mənim qonağım gələcək. Bu zamanlar getdi. Artıq insan planlaşdırmalıdır ki, bunun qonaqları gəldikdən sonra mətbəxin imkanı varmı bu qədər kütləni bir dəfəyə, məsələn, orucluqda olduğu kimi, iftar süfrəsində olduğu kimi bir dəfəyə xidmət göstərə bilsin, heç kəs narazı qalmasın. Və digər göstəriciləri ölçüb, biçib biznes plan yaradıb